kollektivlərinin ilk dövrədəki maçında Şaxtar Qusar doğma azarkeşləri önündə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən maçda Şirmamed Mamedov və Rəhman Aslanov laysmanlar kimi kömək edəcəklər. 4-cü referi funksiyasını İslam Məmmədov yerinə yetirəcək. Hakim inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi isə Seymur Kəzər. Rahid Əmirquliyev onu iniyəcək. Diagonal pas sağ tərəfə əl alındı. Xəqani! Qapçı İbrahim Bağırov yerindədir. Oyun planında ciddi nəsə eləməyən komanda, bunu bacarmayan kollektiv əlbəttə ki, ümidini standart vəziyyətlərə yönəltməlidir. Qurbatov sağa çəkib, ötürdü qapı önünə, başla zərbə, düz qapçının üstünə. Topun önündə Elşən Veysovun pası, topu qapıya yönəldən tapılmadı. Nəzarətinə keçirdi Firuz Əhmədov, qapıya zərbə, Xəqani Sadıxovdan. Şaxtar Qusarın sol tərəfdən hücumu, Firuz Əhmədov topu qapının xeyli üstündən vurdu. Nəzarətində saxlamağa çalışsa da Dinamonun qapısı önündə kəsərli hücum. Ağalarov yaxşı yayındı rəqib futbolçudan, sol tərəfə pas, Xəqani Sadıxov yenə sürətlidir, cərmə meydançasındadır. Xəqani Sadıxov topu boş qapıdan çıxaran kim idi? Qurbatov. Hiss olunmur hələ ki, 86 nömrəli forvardda Xəqani Sadıxov! Bu nə zərbə idi belə? Cavid Quliyev qapı önünə qarşılayan Füzuli Dəmirov. Rahid Əmirquliyev. Şaxtar Qusarın hücumu davam eləyir. Top qapının üstündən keçdi. Zərbənin müəllifi. Arxada Füzuli Dəmirov da gəlib və beləcə Finafiti səsləndi. Şaxtar Qusar komandası 2-ci liqanın qalibidir, çempionudur. Təbrik edirik bu komandanı. Rəhbərliyini, futbolçularını, Qusardan Bakıya qədər gələn, hətta orada qalan, fürsət tapıb Bakıya gələ bilməyən Şaxtar Qusar fanatlarını səmimi qəlbdən təbrik edirik. Artıq onlar çempiondular və növbəti mövsümdə 1-ci liqada çıxış edəcəklər. Bu Şaxtar Qusarın mövsümdəki 72-ci xalı oldu.